Salam dəyərli şagirdlər və abituriyentlər. Dövlət İmtahan Mərkəzi test topusuna davam edirik. Deməli, ikinci hissə test topusundan həmçinin üzvlərə aid olan testlərə baxacağıq. İndi bu tipli izahların tez-tez gəlməyini istəyirsinizsə, abunə olmağı, paylaşmağı, bəyənməyi unutmayın ki, daha çox insana çatsın. İndi isə gəlin başlayaq birinci sualdan etibarən. Bizlərə dəstək olmaq üçün abunə olmağı unutmayın. Demək, sual 1-də nə deyir? Azərbaycan naxışları o qədər zərif və gözəl işlənmişdi ki, bax, zərif və gözəl, görsən, həmcins üzvlərdə bərabər hüquqludur. Feilə aiddir. Deməli, nə hansının cümlə özü olacaq? Zərflik. Sonra, qış buz qatığı, qışın buz qatığı, yayın ayranı, payızın qaymağı yadıma düşdü. Yadıma düşdü nə? Qışın qatığı, yayın ayranı, payızın qaymağı. Hamısı ismi birləşmədi və üçü də nədir? Mübtəda vəzifəsində çıxış eləyib. Hansı nümunədə tamamlıq və xəbərlər həmcinsdir? Xəbərlər həmcins olması üçün bilirsiniz ki, iki xəbərin eyni mübtədaya aid olması lazımdır. O Təbrizi uzaqdan seyr edir. Onu gah Bakı, gah da Gəncə ilə müqayisə edirdi. Bax, müqayisə edirdi kim? O. Eləmi? Seyr edir kim? O. İki xəbərin ikisinin də mübtədası odur mu? Deməli, bu həmcins xəbərli sadə cümlədir. Əlavə olaraq bax, Bakı ilə Gəncə ilə qoşmasına görə nə olur bu? Tamamlıq. Elə cavabımız oldu A variantı. Mən indi qarşımda olduqca gözəl, şıltaq bir qız. Bax, gözəl, şıltaq qız. Çünki ismə aid oldu, eləmi? Ona görə gözəl və şıltaq həmcinsləri təyindir. Dar və palçıqlı küçələrin, hansı küçələrin? Dar və palçıqlı, bu da təyindir. Hündür və əzəmətli binalar, hündür və əzəmətli bina isminə aid olduğu üçün bu da təyindir. İdmançılar, məşqçiləri də qələbə münasibət təbrik edilir. Hə, bu da tamamlıqdır, amma həmcins xəbər yoxdur. Bir dənə xəbərimiz var, heç ikinci xəbər yoxdur ki, onu düşünəm ki, həmcins xəbər yoxsa mürəkkəb cümlədir. Heç o da yoxdur. Belə. Nümunədə təyin və xəbərlər həmcinsdir. Məşqçilər əsgərlərə sovqat gətirdilər və çıxış etdilər. Bax, məşqçilər, musiqiçilər əsgərlərə sovqat gətirdilər və çıxış etdilər. Çıxış etdilər kim? Musiqiçilər. Sonra sovqat gətirdilər kim? Musiqiçilər. Amma burada həmcins təyin yoxdur. Xəbər var, təyin yoxdur. Vəsiqələri də, nümayəndələri də yoxladılar. Nəyi vəsiqələri, nəyi nümayəndələri? Tamamlıqlar, eləmi? Qızlar çay içir, yağlı və şirin çörək yeyirlər. Bax, çay içir. İçir kim? Qızlar. Yeyir kim? Qızlar. Hər iki xəbərin bir mübtədası varmı? Oldu həmcins xəbərli sadə cümlə. Yağlı və şirin çörək sözünə aiddirmi? Boğazım tutuldu. Nə oldu? Hər ikisi təyin oldu. Cavab C variantı. Hansı üzv həmcinsdir? Burada yada düşür, yaxın, uzaq da, eləmi? Hər kiçik nöqtədə bir cahan görünür. Yada düşür nə yaxın, nə uzaq. Nə olur? Tamam. Mübtəda tamamlıq. Həmcins tamamlıqlar var. Tural və Aygün əlaçı şagirdlərimizdir. Kim? Tural və Aygün. Oldu mübtəda. Stul, divan, ev əşyalarıdır. Ev əşyalarıdır. Xəbər. Nə stul, nə divan, nə şkaf mübtədalardır burada. Oyuncaq və top stolun altında idi. Nə? Oyuncaq və top. Usta stul və şkaf düzəltdi. Bax, düzəltdi kim? Usta mübtəda var. Nəyi? Stolu, nəyi? Şkafı. Həmcins tamamlıqları. Hara gedirsən? Neysən? Cavab D variantı. Həmcins xəbərli cümləni müəyyən edin. Burada bunu kilit vuraq, saxlayaq. Həmcins xəbərli cümləni müəyyən edin. Bir gül danış da. Gül danış. Elə bu nədir? Həmcins xəbərli cümləmiz. A variantı. Quşlar uçub getdilər. Burada heç nə yoxdur. Gəldilər. Heç nə yoxdur. Gördüyünüz kimi gün çıxdı buludların arasından qövsü güzeh göründü. Göründü nə? Qövsü güzeh. Özü mübtədası var. Mürəkkəb cümlədir. Görünür işlər qaydaya düşür. Görünür burada modal sözdür. Deyəsən səhifini anlayıb. Burada da deyəsən də güman şübhə bildirən modal sözdür. Eləmi? Yarpaqların pıçıltısını, quşların nəğməsini dinlən. Təmciz tamamlıqlarımız var. Keçmiş xatirələri yada saldı. Bax, dinlədi kim? O. Yada saldı kim? O. Hər ikisini o mübtədası ilə əlaqələndirə bilirəm. Yəni eyni şəxsdədir xəbərlər. Ona görə bu nə oldu? Həmcins xəbərli. Sadə cümlə tamamlığımız da zaten var idi. Oldu xəbər və tamamlıq. 8-də B variantı.
Həmcins üzvlərə aid edilmiş xüsusiyyətlərdən biri səhvdir. Bütün cümlə özləri həmcins ola bilir, düzdür. Eləmi? Bəzi qrammatik şəkillər ixtisara oluna bilir. Cəm, hal, mənsubiyyət. Cümlədə eyni sintaktik vəzifədə olur təbii olaraq. Çünki həmcinslər eyni cümlə öz olmalıdır. Bir-biri ilə sadalama intonasiyası ilə düzdür və tabeçilik bağlayıcılarına bağlan doğrudur. Cümlədə hər biri ayrı-ayrı üzvlərə aid olur. Xeyr, hər biri ayrı-ayrı üzvlərə aid olsa mən onu artıq həmcins üzv götürməyəcəm. Mütləq şəkildə hər biri bir üzvə aid olmalı. Bir. İkisi bir üzvə aid olmalıdır. Məsələn, iki xəbəri bir mübtədaya aid etməyə çalışmıram, həmcins xəbəri sadəcə cümlə olması üçün. Və yaxud da ki, yarpaqların pıçıltısı quşların nəğməsini dinlədi. Hər iki bir dənə xəbərə aid olmur. Bunun özün burada mübtədası olsaydı, bunun özün burada məsələn mübtədası və ya xəbər olsaydı, necə olacaqdı o həmcins üzv? Olmur axı. Mütləq şəkildə bir üzvə aid olmalıdır. Sonra həmcins üzvlərə aid edilmiş xüsusiyyətlərdən biri doğrudur. Onda deyir, bir-biri ilə tabeçilik əlaqəsi ilə bağlanır, düzdür, tabeçilik əlaqəsi ilə bağlanır. Həmcins üzvdə, yəni bərabər hüquqlu olduğu üçün tabeçsizlikdir. Biri digərindən asılı deyil axı. Bəzi cümlə özlərinin həmcinsliyi ola bilmir, hamısının olur. Həmcins təyinlər yalnız intonasiyalı gəlir. Niyə ki, bağlayıcı da bağlanır da, yəni niyə yalnız intonasiya da bağlansın? Yəni bağlayıcısı ilə də bağlanır. Yəni aydınlaşdırma bağlayıcısıdır və həmcins üzvlər olmur artıq. Yəni ora qoysam o olacaq şey. Əlavə. Bütün tabeçilik bağlayıcılar əlaqədə xeyr, yanlışdır. Bütün tabeçilik bağlayıcılar əlaqələnmir. Məsələn, yayında əlaqələnmir. Biri həmcins üzvlərə aid xüsusiyyət deyil. Eyni üzvlə bağlı olması həmcins üzvlərə aiddir. Yalnız eyni qisələrlə ifadə olunması belə bir şey yoxdur. Aralarında tabeçsizlik əlaqəsinin olması var. Bərabər hüquqludur, düzdür. Həm söz, həm də söz birləşməsi ifadə olunur, düzdür. Eyni hissəsinə aid olması deyə bir şey yoxdur. Niyə biri sözdə olan, biri söz birləşməsində olar, biri sifət olar, biri nə olar? Nə əlaqə var? Əsas ki, cümlə üzvü eynidir və eyni üzvə aiddir. Həmcins üzvləri sifətlə ifadə olunmuş cümlə. Gəlin baxaq. Qardaşım Əhmədi və dostu Vəlini sevinclə qarşıladıq. Kimi Əhmədi, kimi Vəlini. Bax, burada qardaşım da təyindir, dostu da təyindir. Amma həmcins deyil. Niyə görə? Çünki hərəsinin öz şeyi var. Hərəsi başqa bir üzvə aiddir. Bayaq izah eləmək istədiyim məsələ budur. Fərqli üzvlərə aid olduğu zaman sən bunları həmcins götürə bilməzsən. Amma Əhmədi və dostu qarşıladıq. Görürsən, ikisi də bir xəbərə aiddir. İkisi də bir üzvə aiddir. Ona görə Əhmədi və dostun həmcins tamamlıq götürəcəm. Sənə nə istəyir? Həmcins üzv sifətlə ifadə olunsun deyir. Hansı cümlə üzvü olur olsun fərqi yoxdur. Amma Əhməd və dost da isim olduğu üçün bu variantda götürmürük cavabımızda. Biz gecə və gündüz dayanmadan yol getdik. Gecə və gündüz sifət deyil. Almanı armudu sifət deyil, eləmi? Qarşıda yəni çayın o bir tayında ümumiyyətlə burada həmcinslik yoxdur. Bayaq dediyim də məsələ bu idi. Yəni nədir? Özündən əvvəlki üzvü aydınlaşdırdı, dəqiqləşdirdi. Yəni əlavə işlənmiş oldu. Doğmadır, əzizdir. Bax, doğmadır, əzizdir. Həmcins xəbərlərdir və doğma əziz də sifətdir. Cavabımız olacaq E variantı. Həmcins üzv yoxdur deyir. Bu məsələ hər bir Azərbaycan mühəndisini, alimini, müəllimini kimi görsən həmcins üzvlərimiz var. Davamlıqlar. Günəş tənbəl-tənbəl üfüqdən boylanır, qaranlığı qova-qova uzaqlara apardı. Nə günəş? Hər ikisinin xəbəri günəşdir, həmcins xəbəri. Sadə cümlə. Sərdar bilirdi ki, istər sabah, istərsə o biri gün, istər sabah, istərsə də o biri gün. İşə gedəndə də, işdən qaydanda da, eləmi, gedəndə də, qaydanda da heç kim gecənin necə keçdiyini bilmədi. Heç kim səhərin necə açıldığını görmədi. Bax, bilmədi kim? Heç kim. Görmədi kim? Heç kim. İkisinin də mübtədası var. Nə olsun eyni mübtəda? Digər Samiyəm ikisinin heç kim də olsun da nə olacaq ki, heç kim. Bu əsas odur ki, şey var. Nədir? Mübtədası var. Ona görə cavabımız elə E variantı olacaq. Bu mürəkkəb cümlədir. O təkcə sevdiyi gözəl Bakını yox, təzə çiçəklənmiş, rövnəqlənmiş, cavanlığını Gülzar bağını, təzəcə alovlanan hissini, hamısını qoyub gedirdi. Burada hamısı nədir? Ümumiləşdirici söz. Eləmi? Demək, Bakını yox, təzəcə çiçəklənmiş, dökülmüş cavanlığının Gülzar bağını, bax, cavanlığının Gülzar bağını, eləmi? Alovlanan hissini, Bakını. Bu nədir? Həmcins tamamlıqlar. Hansı Bakını? Gözəl Bakını.
sevdiyi başını, təkcə eləmi? Sevdiyi başını, həmcins qeyri-həmcins təyinlərimiz var burada. Çiçəklənmiş, rövnəklənmiş bunlar. Sonra belə. Belə bunlarda həmcins təyinlərimiz var. Cümlədə ümumiləşdirici söz həmcins təyinlərə aiddir, həmcins tamamlıqlara aiddir. Təyinlər həmcins deyil, çünki hərəsi fərqli bir üzvə aiddir. Hərəsinin öz tamamlığı var. Həmcins özlərin hamısı nitq hissələri ilə ifadə olunmuşdur. Nitq hissəsi ilə ifadə olunmuyor. Bax, məsələn, alovlanan hissini və yaxud da ki, cavanlığının Gülzar bağına. Görürsən, burada nə oldu? İsmi birləşmə. Cümlədə həmcins tamamlıqların hər birinə aid təyinlər işlənib. Bəli, hər birinə aid təyinlərimiz işlənib. Ümumiləşdirici söz isimlə ifadə olunub, hamısı əvəzlikdir. Həmcins tamamlıqları əsas tərəf feil sifətlə ifadə olmuş feili birləşmədən ifadə olmuşdur. Xeyr, əsas tərəf feil sifət özüdür, yəni o ayrıq cümlə özüdür, yəni. Burada hissinidir. Alovlanan da təyinimizdir. Niyə görə hissini bir götürdük ki? Belə. Həmcins xəbərli sadə cümləni müəyyən edin. Şaxta qılınc kimi kəsir, qar şiddətlə səpir. Hərəsinin öz mübtədası var. Şaxta qar. O deyir gülür. Ha bax, deyir kim o, gülür kim o, oxuyur kim o, eləmi? Rəqs edir kim o, nə qədər xəbər var. B variantı. Hansı cümlə üzvü həmcinsdir? Ədəbiyyat insan şərəfini yüksəldən, onun həyat və taleyini gözəlləşdirən, bəşəriyyətə zülmətlər içindən işıqlı gələcək yol göstərən bir sənətdir. Sənətdir nə? Ədəbiyyat. Necə? Şərəfini yüksəldən, onun həyat və taleyini gözəlləşdirən, eləmi? Bəşəriyyətə zülmətlər içindən işıqlı gələcək yol göstərən feil sifət tərkibidir hamısı. Oldu təyin hamısı. Eləmi? Hansı cümlədə həmcins sözlər yoxdur? Deyir, bu hünəri, cəsarəti biz atılmaq hünəri, cəsarəti, eləmi? Nəyi? Biz həm işləməli, həm də oxumalıyıq. İşləməli kim biz, oxumalıyıq kim biz. İkisi də eyni mübtəda aiddir, həmcins xəbərli sadə cümlə. O həm qarmonda, həm də pianoda. Qarmonda və pianoda həmcins tamamlıqlarımız, eləmi? Gərəkdir nə silah, nə güc həmcins mübtədalarımız. Biz ciddi görkəmli insanlara üstünlük veririk. Görürüz ki, burada heç nə yoxdur. Cavabımız oldu 17 E variantı. Həmcins tamamlıqların üçünə də aid olan ismi birləşmə nədir? Bir dəqiqə. İş bizi üç bəladan, avaraçılıqdan, qəbahətdən və ehtiyacdan. Üçünə də aid olan üç bəla şey də ümumiləşdirici sözdür. Ümumiləşdirici söz. Nə? Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Yəhya və Süleyman dərslərindən aldıqları qiymətləri atalarına göstərdilər. Kim? Yəhya və Süleyman. Həmcins mübtəda. Elə? Onlar tez-tez dayanır, ətrafı dinləyir, sonra yollarına davam edir. Kim onlar? Burada nədir? Həmcins xəbərlər. Birinci cümlədə mübtədalar həmcinsdir. Düz deyilmi? Düz deyir. İkinci cümlədə həmcins tamamlıqlar var. İkinci cümlədə həmcins xəbərlərdir, tamamlıqlar deyil. İkinci cümlədə həmcins xəbərlər işlənmişdir, düzdür. Səndən indi yanlış fikirlər istəyir. İkinci cümlədə həmcins üzvlərdə idi köməkçi hissəsi ixtisar edilmişdir. Gəlin baxaq. Dayanır, dinləyir, davam edir, deyirlər. Bəli, axırda di var, eləmi? Dayanırdılar, cəm və idi hissəci ixtisar olunubdur. Bu doğru fikir. Səndən yanlış istədiyi üçün götürmürsən. Birinci cümlədə həmcins üzvlərdə hal şəkilçisi ixtisar olunub. Xeyr, hal deyil, cəmdir və şeydir, idi hissəciydi. 5 də yanlışdır. 1, 3, 5 oldu cavabımız 19-da. Hansı misrada həmcins xəbərlər işlənmişdir? Qara yel gah əsir, gah dayanır. Nə? Qara yel, əsir, dayanır. Həmcins xəbərlərimiz var, eləmi? Hələ də evlərdə buxarı yanır, yağışlar çoxalır, göllənir sular. Çoxalır nə? Yağışlar, göllənir nə? Sular. Hərisinin öz mübtədası var. Bunu mən həmcins xəbər kimi götürməyəcəm. Eləmi? Qamış da göyərir, canı var kimi. Burada yalnız birinci misrada oldu. Burada başqa yoxdur. Cavab C variantı. Həmcins xəbərləri düzəltmə sifətlərlə ifadə olmuş cümləni müəyyən edin. Yatmaq ölüm deməkdir. Dünyadan xəbərsiz olursan. Kimsən? Bu hərəsinin öz şey var.
Düşmənlərimiz çox hiyləgər və amansızdır. Hiyləgərdir və amansızdır həmciz xəbərlərimizdir və hilədən hiyləgər sifəti, amandan amansız sifəti düzəltmə sifətlərlə ifadə olunmuş olur. Cavab oldu B variantı. Həmciz xəbərləri düzəltmə sifətlərlə ifadə olunmuş cümləni müəyyən edir. Eyni şey istəyir. Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Burada həmcislik yoxdur ümumiyyətlə. Hərəsinin öz üzvlərə aiddir. Qış getdi, yenə bahar gəldi. Gəldi nə bahar, getdi nə qış. Hərəsinin öz mübtədası var. Tərbiyəli və ağıllı idi. Tərbiyəli idi, tərbiyədən tərbiyəli, ağıldan ağıllı. Həmciz xəbərlər nə oldu? Düzəltmə sifətlərlə ifadə olundu. Cavab oldu C variantı. Həmciz xəbərləri sadə cümləni müəyyən. Həmciz xəbərli sadə cümləni müəyyən edir. Səslənir yamaclar, dağlar, dərələr. Səslənir. Yəni həmciz mübtədadır da burada. Bir dənə xəbər. Balaca evcik qurur. Balacalar evcik qurur, uçurur. Kim qurur? Balacalar. Eləmi? Nə edir? Uçurur. Kim? Balacalar. Mübahisə edilir. Kim? Balacalar. 3 dənə xəbər bir mübtəda idi. Həmciz xəbərli sadə cümlə. Kəndimizi, evimizi, orada keçən uşaqlıq illərini xatırlayıram. Nəyi xatırlayıram? Kəndimizi, evimizi, uşaqlıq illərini, eləmi? Həmciz tamamlıqlarımız var burada. Şərqli qızlara məxsus qara, dərin, ateşli gözlər. Bu həmciz təyinlərdir. Onlar az-az görüşürdülər, ancaq söhbətləri uzun çəkirdi. Çəkirdi nə söhbətləri? Eləmi? Mübtədası özüdür. Həmciz deyil bu. Şeydir. Mürəkkəb cümlə. Cümlələrdən biri həmcins üzvüdür. Sülalələr hər gün yaranmır. Onların süqutu tarixdə dərin iz buraxır. Hərəsinin öz mübtədası var. Şah xüsusilə Təbrizi çox sevir. Onu Azərbaycanın anası adlandırırdı. Təbrizi çox sevir. Onu hərəsinin öz üzvə aiddir. Yoxsa Şah xüsusilə Təbrizi çox sevir. Eləmi? Onu Azərbaycanın anası adlandırırdı. Adlandırırdı kim? Şah. Sevir kim? Şah. Hər iki xəbər bir mübtədayətdir. Həmciz xəbəri sadə cümlə. İsmail hovuz boyunca fırlanır. Qaz balalarının hovuzun o baş bu başına qaz balaları hovuzun o baş bu başına üzürdülər. Nə qaz balaları? Hərəsinin öz mübtədası var. Toqquşan qılınclardan ildırım çaxır. Qalxanlar cingildəyirdi. Hərəsinin öz mübtədası var. Cingildəyir nə qalxanlar? Sonra döyüş dayandı. Qızılbaşlar uzaqlaşdı. Hərəsinin öz mübtədası var. Getdim. Həmciz xəbərləri sifətlə ifadə olunmuş cümlə. Gəlin baxaq. Məsələ daha dərindir. Fikirləşmək lazımdır. Lazımdır nə fikirləşmək? Bu həmciz olmalı. Düşmənimiz çox hiyləgər və yırtıcı görüntü sifətdir və həmciz xəbərdir. Amma cavab B variantı olacaq. Sonra sevgidir, gözəllikdir, isimdir. Eləmi? Yüzlərlə, minlərlə saydır. Burada da başqa şey yoxdur. 26 dəqiqə cümlələrdən birində həmciz tamamlıqlar işlənmişdir. Qoca onları dostluq üçün, qardaşlıq üçün çağırırdı. Çağırırdı kim? Qoca. Kimi çağırırdı? Onları çağırırdı, eləmi? Nə üçün çağırırdı? Səbəbi nə idi? Məqsədi nə idi? Dostluq, qardaşlıq üçün. Zərflikdə burada. Sədaqət və gözəllik. Sanki onun nə sədaqət və gözəllik. Bu da həmciz mübtədalardır. Sonra çalışqan və mehriban olan bacım. Kim bacım? Hansı bacım? Çalışqan və mehriban olan. Eləmi? Təyindir. Biz həm səni, həm də dostlarını dəvət etdik. Kimi səni dəvət etdik, kimi dostlarını. Həmciz tamamlıqlar. Həmciz təyinlər işləmişdir. Çağırma, yat, ay ac doyuq, yuxunda çoxluca darı görərsən. Çığırma, yat. Həmciz xəbərlərdir. Ana deyən, vətən deyən, torpaq deyən yox bu dildə. Yox kim? Ana deyən, vətən deyən. Eləmi? O çalışqan, məsuliyyətli, salavatlı tələbə. Tələbə idi kim? O çalışqan, məsuliyyətli və savadlı həmciz təyinlərimizdir. Baş, göz, ayaq sözləri çox mənalı sözdür. Nə? Baş, göz, ayaq sözləri mübtədadır burada. Müğanımdan, milimdən tamamlıqdır. Hansı cümlədə həmcins mübtədalar vardır? Əskərlər üçün xeyli yemək, silah, paltar gətirmişlər. Xeyli yeməyi, silahı, paltarı. Həmciz tamamlıqlardır bunlar. Yox, mübtəda istirahsında.
Mənim tanrım gözəllikdir, sevgidir, xəbərdir. Eləmi? Sağlam ailə, sağlam nəsil böyüyür. Burada həmçinin yoxdur. Sadəlik, səmimi, mehribanlığı hamıdan seçilirdi. Bu da həmcins tamamlıqlardır. Eləmi? Bir tısbağa, bir kəsiyən, bir qarğa yoldaş olub yığışdılar bir bağa. Kim tısbağa, kim kəsiyən, kim qarğa. Bəli. Oldu həmçinin mübtədalar. Həmciz xəbərli cümləni müəyyən edin. Elçin oxuyur, Fərdə qulaq asın. Hərəsinin öz mübtədası var. Uşaqlar həyatda danışır, mübahisə edirlər. Kim? Uşaqlar. Eləmi? Danışır və mübahisə edirlər. Kim? Uşaqlar. 29 olacaq B variantı. Həmciz xəbərli cümləni müəyyənləşdirək. Həyat yavaş-yavaş qızışır, get-gəl artır. Bax, hərəsinin öz mübtədası var. Get-gəl, eləmi? Getdi bu. Nə o bu dindirir, nə də bu onu. Hərəsinin öz mübtədası var. Tahirin gözləri dənizə baxır, amma təsəvvürdə lətifə canlanır. Canlanır da kim? Lətifə hərəsi mübtədası var. Kəndin gözəli Çimnaz da hər axşam bu səsə qulaq asır, lakin meşəyə bu səsi axtarmağa getmirdi. Kim? Çimnaz. Eləmi? Qulaq asır kim? Çimnaz. İki xəbərin bir mübtədası var. Oldu cavabımız D variantı. Həmcins dəyinli cümləni müəyyən edək. Azad müstəqil ölkədə yaşayırıq. Harada? Ölkədə. Hansı ölkədə? Azad müstəqil. Eləmi? Elə cavabımız burada olacaq A variantı. Gənc müğənni həmişə kimi şux və cazibədar. Bu zərflikdir. Eləmi? Feilə aiddir. Həmin gün Aysel və Selcan bu mübtədalardır. Necə də xoşbəxt və bəxtiyar. Xoşbəxt idilər, bəxtiyar idilər. Həmciz xəbərlərdir. Eləmi? Sonra nə var burada? Povestinin məşhur qırğız yazıcısı Çingiz Aytmatov yazmışdı. Burada həmcizlik ümumiyyətlə yoxdur. Həmciz xəbərli sadə cümləni müəyyənləşdirək. Anam cümə günü yırğış eləyər, samavar odlayar, ocaq qalayardı. Kim? Anam. Yırğış eləyər, odlayar nə? Samavar, samavarı odlayar, eləmi? Ocağı qalardı. A variantı cavab. Xəbərlər demək həmciz odlayar, eylər, qalardı. Ana mübtədasına aiddir. Yer yığışı eylər, samavarı odlayar, ocağı qalayar. Burada tamamlıqlar həmciz deyil, çünki hərəsinin öz xəbəri var. Yəni hərəsi başqa bir üzvə aiddir, eyni üzvə aid deyil. Amma xəbərlər həmcinsdə eyni mübtədaya aiddir. Hava soyuq idi, amma qar əlaməti yox idi. Yox idi, nə? Qar əlaməti. Görsən özü mübtədası var. Anam torpaq, atam od. Görsən hərəsinin öz mübtədası var. Nə mən vurdum, nə sən yıxıldın. Sən, mən mübtədalar var. O əkir, bu buğda biçirdi. O, bu mübtədalar var. Həmcins mübtədalı cümlələri müəyyənləşdirək. Şəhərin abad, geniş xiyabanları turistləri heyran etdi. Şəhərin xiyabanları. Burada elə hamısı birlikdə bir mübtədadır, həmcinslik yoxdur. Alqışa Füzuli Nəsimi gəldi kim? Füzuli Nəsimi 2 olar. Böyük də kiçik də sevinir. Sevinir kim? Böyük, kim? Kiçik olar. O el vurğunu, el aşiq idi. El vurğunu idi, el aşiq idi. Həmciz xəbərlər. Təbiət, təbiət, təbiət. Bu da şeydir. Nədir? Xitablardır. 2 və 3 cavabımız oldu A variantı. Həmciz təyinlə işləmişdir. Arazın suları qəzəbli, daşqın, şirin nəğmələri axdır, haraydır. Qəzəblidir, daşqındır, eləmi? Bu oldu xəbərlər. Bu adam kənddə, ovalarda, harada? Zərflik. Bugünkü iş cavabı qoyma, burada ümumiyyətlə işin yoxdur. Məktəbin yanında uşaqlar üçün kiçik, ensiz futbol meydançası. Meydançası var idi. Nə? Futbol meydançası. Necə kiçik, necə ensiz. Görsən kiçik və ensiz nə oldu? Həmcins təyinlərimiz oldu. Ağır xəstələrin çarpayları yanında aylarla keşik çəkən, qızdırma içində yanan xəstəyə təsəlli verən, onun tərini silən, yalvara-yalvara yedirdən, əllərini, ayaqlarını ovuşduran, hər an can deyən analar, bacılar, qardaşlar. Bax, kim analar, kim bacılar, kim qardaşlar, kim qohumlar, kim dostlar. Hansı analar? Bura qədər olan ayları keşik çəkən 1, qızdırma içində xəstəyə təsəlli verən 2, yerdən 3, əllərini ovuşduran 4, eləmi? Can deyən 5. 5 dənə həmcins təyinimiz var. Həmcins təyinlər və həmcins mübtədalar var burada. Təyin və mübtəda. Oldu Y variantı. Həmcins xəbərli sadə cümlə. Şəhər qarışmağa başlasa da Gülşən Eyvazı tanıdı. Kim Gülşən? Qoy, şəhərəsin öz mübtədası var. Bir gün Gülşən Qaratəpəyə təkcə gəlmiş, xeyli fikirləşmiş, götür qoy eləmişdi. Gəlmişdi kim? Gülşən.
Fikirləşmişdi kim Gülşən, götür qoy eləmişdi kim Gülşən. Hərəsinin öz mübtədası yoxdur. Üçü də bir mübtədaya aiddir. Ona görə nə olacaq? Həmciz xəbərli sayda cümlə. Görüşməyə danışmağa çalışırdısa, xəbərdir burada. Qaydansazaq bir dəqiqə Eyvazla görüşməyə nəyə çağırır? Tamamlıqdır. Sazaq əvəz edir. Soyuq adamın izinə burada mübtəda var. Burada da heç nə yoxdur ümumiyyətlə. Hansı cümlədə həmciz təyinlə ismi xəbərə aiddir? O aydın və cingiltili səslə. Aydın və cingiltili. Burada tamamlığa aiddir təyinlər. Qeyrətli, ürəkli oğula. Necə qeyrətli, ürəkli? Bu şeydir, tamamlığa aiddir. Qələbə sevincini yaşayan, küçələrə axşan insanlar. Burada da insanlar mübtədasına aiddir. Həmciz təyinlər. Ağıllı və zirək qız. Bax, qızdır ki, necə ağıllı, necə zirək. Həmciz təyinlə görsən xəbərə aiddir, ismi xəbərə aiddir. Cavab D variantı olacaq. Bağlacı ilə bağlanan həmciz sözlü cümlə hansıdır? Başında bir kirli, bir əski təsək, dünyadan qazancı bir budur desək. Tarix utanmazmı? Yaratdığından. Demək, burada heç nə yoxdur. Bir kirli, bir əski təsək. Fəxriyə xalça palazı həyətə tökdü, amma uşağın ağlamağını eşidib ikinci mərtəbəyə qalxdı. Kim? Fəxriyə. Eləmi? Həmcins xəbərlərdir. Demək, tökdü. Kim? Fəxriyə. Qalxdı. Kim? Fəxriyə. Amma bağlacısını da işlənib. Belə cavabımızı 38-də B-yə götürə bilərik. O qışda da bura gəlmişdi, ancaq bu gözəllik diqqətini çəkməmişdi. Burada mübtədası var. Nümunələrin birində həmciz mübtədalı üzr istəyirəm, bu qurtarma daxil. Qışda bura gəlmişdi, bu gözəl hərəsinin öz mübtədası var idi. Bu qurtarmışdıq belə baxanda. Qızlar dəftər kitaba baxdılar, təkcə ədəbiyyat dərsini gördülər. Kim? Qızlar. Eləmi? Həmcins xəbərlidir, amma burada şey yoxdur, bağlayıcı yoxdur. Maşın həyətdə dayandı, amma içərisinə heç kim düşmədi. Kim? Heç kim. Özünün mübtədası var. O həyətə indi, sonra nəsə düşünərək geri döndü. Kim? Kim? O. Həmciz xəbərlər var. Burada mübtədalı deyir, eləmi? Araz ya özü rayona getməli, ya da məlumatı telefonla bildirməlidir. Kim? Araz. Həmciz xəbərdir yenə. Ramazan da mən də əl-ayağa düşmüşdü. Kim? Ramazan. Kim? Mən. Oldu C variantı. Cümlənin birində həmciz tamamlıqlar ismin xüsusiyyətlərini daşıyan sifətlərlə ifadə olunmuşdur. Gənclərə, biliklilərə, bacarıqlılara, elə cavabı adıca verib, kimə gənclərə, kimə biliklərə, kimi bacarıqlılara diqqət yetirərdi. Gənc sifətdir, bilikli sifətdir, bacarıqlı sifətdir, eləmi? İsmin xüsusiyyətini daşıyan sifətlə ifadə olunur. Cavabımız oldu A variantı. Həmcins təyinli sayda cümləni müəyyənləşdirin. Gənc müğənnini həmişəki kimi şıq və cazibədə göründü. Bu zərflikdir, eləmi? Feylə aid olduğu üçün. Sonra dəniz kənarı ilə qaçan alabaş maraqlı əsərdir. Burada heç nə yoxdur. Şagirdlər geniş, isti və işıqlı sinif otaqları. Geniş, isti və işıqlı. Həmcins təyinlərimiz var, eləmi? Həmcins mübtədaları feyli birləşmə ilə ifadə olunmuş cümlə. İclasın əvvəldə sədr geniş müzakirə olunacaq, iş haqqında qərar qəbul edəcək məsələlərə. Hansı məsələləri? Həmciz təyinlərimizdir. Çalıb oynayanlar, deyib gülənlər yorulmaq bilmirlər. Çalıb oynayanlar, deyib gülənlər feyli birləşmə deyil uşaqlar. Birləşmə olması üçün necə iki söz lazımdır, elə deyil. Səhər tezdən oynayanlar da, axşamdan səhərə qədər yatmayanlar da bu işin sonunu gözləməyə məsləhət bilirlər. Kim? Səhər tezdən oynayanlar, kim? Axşamdan səhərə qədər yatmayanlar. Elə bu həmciz mübtədalardır. Eləmi? Kim sonuna cavab verir və feil sifət tərkibləri. Cavabımız oldu 42-də C variantı. Nöqtələrin yerinə hansı söz əlavə olunsa, cümlənin tərkibində həmciz sözlər olar. Dostunla sən kitabxanadan bərabər elə eləyəməlisiniz ki, bax qayıtmalısınız qoysan, dostunla sən həmciz mübtədalar olacaq. Həmciz xəbərli cümlələri müəyyən edin. O 4 minlik ordunu itirdiyini və özünün məğlublar cərgəsində durduğunu nəzərə almayaraq atını bir
Qalib pəhlivan kimi irəli sürdü. Burada həmcins xəbərlər yoxdur. Bir dənə xəbərdir elə. Atabəy Can Polad kəndinə istirahət edir. Gəncəyə hücum etmək üçün yağışın yağmasını gözləyirdi. Kim? Atabəy. İstirahət edir. Kim? Atabəy. 2 olar. Kəndin diqqətini cəlb edən cəhətlərdən biri də bütün evlərin 2 mərtəbəli olması və bir quruluşa tikilməsi idi. Və bir quruluşa tikilməsi idi. Eləmi? Həmcins xəbərlərimiz oldu burada. Cavabımız oldu D variantı 2, 3. Nümunələrin birində hər iki baş üzün həmcinsliyi vardı. Yollar təmizləndi, yollar yuyuldu. Burada hərisinin öz mübtədası var. Yağ, pendir, qaymaq satdı, varlandı. Satdı ki, nə? Yağ, pendir, varlandı kim? O. Özünün mübtədası var. Yəni buna sən şey deyə bilməzsən qəti. Həmcins deyə bilməzsən xəbərlərə. Meşədən noruq, çiyələk, dərdik, yedik. Dərdik kim? Biz yedik. Yedik kim biz? Morğu, çiyələyi, qarağatı. Tamamlıqdır. Yaz da, qış da, güldür, çiçəkdir. Güldür nə? Qış, yaz. Eləmi? Güldür, xəbər. Eləmi? Yazı nə? Qışı. Çiçəkdir nə? Yazı, qışı. Görsən, hər ikisinin mübtədası eyni kimi düşünülür. Həmcins mübtədalar var, həmcins xəbərlər var. Belə uşaqlar, burada yekunlaşdıraq. Növbəti sualdan etibarən növbəti izahımızda baxaraq. Sağ olun, növbəti dərslərdə görüşərik.